Anadan gəlmə but çanaq oynağı displaziyası nədir? Risk faktorları hansılardır? Diaqnozu necə qoyulur? Müalicəsində nə kimi üsullardan istifadə olunur? Ege Hospitalın travmatoloq ortopedi uzman doktor Elçin Orucov danışacaq. Heç bir çıxığı olmayan xəstəyə icra edilən endoprotezin, xəstənin endoprotezinin mürəkkəbliyi də artıq fərqli olur. Daha çox müddət tələb edir, qanama miqdarı artır və xüsusi protezlər istifadə olunur. İllərlə Türkiyədə çalışmış və təhsil almış uzman cərrah, mama ginekoloq Aynurə Nəcəfəliyeva artıq Bakıda fəaliyyət göstərir. Hər evdən körpə səsi gəlsin deyərək sonsuzluğun təkrarlanan inkişafdan qalmaları və müalicəsini aparır. Başqa ölkədə qazandığı təcrübəsi ilə ən çətin sayılan sonsuzluqları öz üzərinə götürərək bir çox ailəyə sevinç gətirib. Aynurə xanım qiymət baxımından da sizləri düşünərək dərman daxil 2800 manat endirim kampaniyası ilə davam etdirir. Ginekoloq eyni zamanda riskli hamiləliklərin təqibi, təbii doğuş, qeysəriyyə və bütün ginekoloji əməliyyatlar, sallanma və sidik qaçırma, vaginoplastika, miyoma, polip, kista, polikstoz və başqa əməliyyatları da həyata keçirir. Aynurə xanımın peşəkarlıq fərqi əməliyyatları qapalı, vaginal, laparoskopik olaraq icra etməsidir. Ünvan Bakı Ege Hospital, əlaqə nömrəsi 050 970 97 49. Hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Mən doktor Dilbər Rahim. Səhhətimizin bugünkü buraxılışında hər birinizi salamlayıram. Verilişimizə Ege Hospitalın Reproduktiv Təbabət Mərkəzinin baş sponsorluğunda baxırsınız. Əziz tamaşaçılar, ekrana yaxın əyləşin, çayınızı, kofenizi hazır eləyin. Bugün çox maraqlı bir mövzudan danışacağıq sizlər üçün. Amma ilk öncə istərdim qonağımı sizlər üçün təqdim edeyim. Bizim bugünkü qonağımız Ege Hospitalın uzman travmatoloqu, eyni zamanda Azərbaycan Tibb Universitetində Travmatologiya və Ortopediya kafedrasında müəllim kimi fəaliyyət göstərən uzman ortoped travmatoloq Elçin Orucov bizlərlədir. Necəsiz doktor? Çox sağ olun dəvətiniz üçün, çox sağ olun. Yaxşı ki buradasınız. Maraqlı bir mövzumuz var. İstərdim onu tamaşaçılar üçün çatdıraq. Bugün danışacağımız mövzu uşaqlarda anadan gəlmə, but çanaq belə deyək, displaziyası, bu çanaq oynağı displaziyasıdır. İstərdim bunu biraz açıqlayaq tamaşaçılarımız üçün, həm anatomik tərəfini, həm bir terminologiya tərəfini ki, bu nə deməkdir ümumiyyətlə? Çox sağ olun doktor. Bu çox aktual mövzudur siz bildiyiniz kimi. Bizim cəmiyyətdə, bizim toplumda çox təəssüflə deməli ki, belə xəstələrin sayı çoxdur və ən pis tərəfi odur ki, bu xəstəliyin çox uşaqlarda gecikmiş halda bizə müalicə edir. Yəni, daha doğrusu bizə deməli gəlirlər və bu xəstələrin çoxu əslində erkən yaşda diaqnoz qoyulanda çox asanlıqla qısa müddətdə tam nəticə almaq olur. Və bu xəstəliyə başlamazdan əlavvəl, yəni but çanaq oynağının displaziyası və yaxud but çanaq oynağının anadan gəlmə çıxığı, bunlar əslində eyni diaqnozlardır. Bunların mənası eynidir. Və biz bu şəkildə gördüyümüz kimi but çanaq oynağının anatomiyası, bu gövrü, sümük anatomiyasını, əzələlər anatomiyasını və bu xəstəliyin əsas mahiyyəti ondan ibarətdir ki, but çanaq oynağının displaziyası və yaxud çıxığı, yəni bu xəstəlikdə but çanaq oynağını əmələ gətirən bildiyimiz kimi bütün oynaqlarda əsas oynağın başı və çuxuru var. Yəni but sümüyünün başının oynaq çuxuruna olan münasibəti pozulub və inkişaf prosesi nəticəsində, uşağın ana bətnində inkişaf prosesi nəticəsində təəssüf ki, oynaq çuxurda olmur. Çuxurdan kənarda olur. Bu çuxurdan, bu oynaq başı buradan çıxmış. Bəli, kənarda olur və biz buna but çanaq oynağının çıxığı diaqnozunu deməli təsdiqləyirik. İstərdim ilk başda risk faktorlarından danışaq. Tam olaraq kimlər risk faktoru olaraq dəyərləndirilir? Bu xəstəlik haqqında təəssüf ki, bəzi tibb, belə deyim, personelində və ümumi insanlarda belə bir təfəkkür var ki, anadan gəlmə but çanaq oynağının çıxığı uşaq anadan olan anda fərqi yoxdur. Bu, deməli, fizioloji doğum və yaxud digər şəkildə keysəriyyə ilə doğumda doğuş vaxtı çıxır. Qətiyyən belə deyil. Və təəssüf ki, xəstələrin çox istəyir ki, burada belə deyim, həkimi günahlandırsın və yaxud cərrah mama ginekologu günahlandırmaq istəyir. Belə bir şey yoxdur. Uşaq ana bətnində formalaşdığı vaxtda artıq ananın bətnində dünyaya gəlməmişdən əvvəl but çanaq oynağının formalaşması pozulur və çıxıq yaranır. Burada əsas faktorlardan biri, yəni biz dünya statistikasına nəzər salsaq, təxminən 1000 doğumda 1-3 arası bu xəstəlik rast
gəlmir. Bütün dünya ölkələrində, tibbi ən inkişaf edilmiş ölkələrdə də, ən az inkişaf edilmiş ölkələrdə də. Az bir rast gəlmə tezliyi deyil əslində qalsın. Və bu xəstəlikdə əsas rol oynayır, yəni bu faktorlardan biri. Burada tək bir faktor, əsas faktor götürmək olmaz. Yəni çoxsaylı faktorlarla, çoxsaylı etiolojik səbəbləri var bu xəstəliyin. Bunun başda səbəblərindən biri uşağın cinsiyyətinin qız cinsiyyəti və xüsusən ailədə ilk övlad olması ehtimalı artırır. O demək deyil ki, bütün qız cinsiyyəti olan uşaqlarda olur. Ondan sonra uşağın ana mətnində yerləşməsi, sarğı gəlişi, bildiyimiz kimi uşaqlar adətən baş gəlişi ilə fiziolojik doğum olur. Amma bu bəzi uşaqlarda sarğı gəlişi olanda artıq çanaq nahiyəsinin sıxılması, kompressiya təsir artması hesabına bu xəstəliyin əmələ gəlmə ehtimalı artır. Digər faktorlar çox xəstəlikdə olduğu kimi genetik faktorlardır. Yəni ananın və yaxud atanın birinci dərəcəli ailə üzvlərində, yəni doğulacaq, belə deyim, o körpənin bacısında, qardaşında varsa, əmələ gəlmə ehtimalı artır. Anada, atada olubsa əmələ gəlmə ehtimalı artır. Valideynlərin birinci dərəcəli qohumlarında, bacısında, qardaşında varsa, xəstəliyin əmələ gəlmə ehtimalı artır. Qohum evliliyində bu xəstəliyin rast gəlmə tezliyi artır. Hansı ki, bizim ölkədə də bu çox böyük bir problemdir, həm sosial, həm tibbi problemdir. Digər səbəb, ananın ana bətnində keçirdiyi hər hansı bir xəstəlik, tutaq ki, ananın dolyanı mayenin azlığı, çoxluğu, hər hansı bir infeksiyon xəstəlik, stres, hətta bəzi araşdırmalar göstərir ki, hər hansı bir bətin daxili, yəni xaricdən olan bir zədə, travmada bu xəstəliyə səbəb ola bilər. Yəni bu sədələdiyimiz faktorlar çoxsaylıdır, amma tək bir səbəbi göstərmək olmur, təəssüf ki. Yəni bəzən elə olur ki, bunlar kompleks olur, yəni çox vaxt daha doğrusu belə desək. İstərdim diaqnostikasından danışaq biraz ki, yəni belə bu cür uşaqlarda diaqnostika nə zamandan başlamalıdır, nə zaman daha belə deyək effektiv şəkildə biz bunu görə bilirik? Bu çox vacib bir görüntüdür bizim üçün, biz indi hal-hazırda ekranda görürük. Sol tərəfdə gördüyümüz kimi çanaq sümüyü görünür, bud sümüyü görünür, amma bud sümüyünün başı görünmür. Və çox uşaq da bizə təəssüf ki, belə bir rentgendən belə deyim, bizə müraciət edir və bu rentgen 3-cü, 4-cü ayında, yəni yeni doğulmuş uşaqlarda çəkilir. Amma eyni uşağın rentgenini 3 ay sonra, yəni 6 aydan böyük, yəni bu rentgenlər eyni xəstəliyində. 6-cı aydan böyük uşaqda rentgen çəkəndə amma görürük başlar var. Hansı ki, birinci rentgenə bəzən diaqnoz qoyulur ki, uşaqda bud çanaq, yəni bud çanaq oynağında displaziya var, bud sümüyünün başının ossifasiyası, sümükləşməsi ləngiyib. Amma 6 aydan sonra baxırıq ki, o diaqnoz təsdiq olunmur. Burada çox vacib bir nüansı mən tamaşaçılarımıza çatdırmaq istəyirəm ki, uşaqlarda adətən 6 ayına qədər çəkilən rentgenda bud sümüyünün başı görünmür. Yəni biz sağdakı görüntünü 3-4 ay əvvəl çəkəndə ala bilmirik. Çünki baş sümükləşməlidir ki, rentgen şüalarını belə deyim, geri qaytarsın, udmasın və biz başı ağ şəkildə, yəni rentgendə görək. Ona görə uşaqlarda 6 ay qədər, 5 ay qədər çəkilən rentgen informativ deyil. Baş olmadığı üçün biz başın çuxura olan münasibətini, yəni sirkə kasasına olan münasibətini dəyərləndirə bilmirik. Çünki o sümükləşməyib, hələ də o deməli qığırdaq halındadır. Ona görə bu uşaqlarda ultrasəs müayinəsi tam diaqnoz qoymağa kifayət eləyir. Və bir screening, bir standart müayinə metodu olaraq artıq bu uzun illərdir dünyada qəbul olunub. 2-4 ay aralığında olan bütün uşaqlar, yəni pediatr və yaxud travmatoloq müayinədə şübhələnməsə belə, bu uşaqlara mütləq ultrasəs müayinəsi çəkilməlidir. İlk diaqnostik metod ultrasəs müayinəsidir. Bütün Azərbaycanda hər xəstəxanada demək olar ki, var. Həm mərkəzdə, həm periferiyada. Oynağın ultrasəs müayinəsi. Bu çanaq oynağının çöldən ultrasəs müayinəsi ilə bud sümüyü başının oynaq çuxuruna biz münasibətini görürük. Yəni orada müəyyən dərəcələr var. Əgər o dərəcələr normaldırsa, deyirik artıq bu uşaq normaldır. Məsələn, soldakı rentgen çəkilsə 2-4 ay aralığında 6 ay qədər rentgende baş görünmür. Onda ailə dərhal bir təşviş, həyəcan yaşayır ki, bud sümüyünün başı əmələ gəlmir. Amma biz ultrasəsə göndəririk, görürük bud sümüyünün başı var və çanağa münasibəti normaldır. Ona görə 6 aya qədər çəkilən rentgenlərin heç bir diaqnostik əhəmiyyəti yoxdur. Bəs doktor, rentgen başa düşdük, yəni diaqnostikada əsas yer tutmasa da o izi ilə baxıla bilər. Bu dediyim kimi 6 aya qədər. Aha, əlbəttə. Bəs 6 aya qədər fiziki müayinədə, fizikal müayinədə nə kimi? Fiziki müayinədə əsas müayinə metodu bildiyimiz kimi uşaqlar dövrə olaraq uşaq həkiminin, sahə həkiminin müayinəsinə gedirlər. Uşağın bud çanaq oynağında bükülmə və açılmada fərqli olur, yəni bucaqlar. Bir hərəkət məhdudiyyəti olur. Xüsusən uşağın ön tərəfində qasıq büküşlərində asimetriya, artıq bunu bildim, həkim olmayan çox insanlar da valideynlər bilir ki, asimetriya
varsa bu çanaq oynağı çıxığından şübhələnirik. Amma diaqnozun təsdiqi üçün bir radioloji müayinə lazım olur, yəni ultrasəs müayinəsi. Digər müayinə metodu uşağın ayağında olan qısalıq, tabanlarını yan-yana qoyub ayağını uzanmış vəziyyətdə, diz bükülü vəziyyətdə baxanda hər iki diz qapağı arasında hündürlük və yaxud hər hansı bir qısalıq görülür. Və uşağı uzanmış vəziyyətdə müayinə edəndə tabanın biri uzun, qısa olur. Bunlar əsas əlamətləridir, yəni yeni doğulmuş uşaqlarda. Bu əlamətlər olsa da, olmasa da biz mütləq dediyim bir daha demək istəyirəm, 2-4 ay aralığında uşaqlar ultrasəs müayinəsindən mütləq keçməlidir. Aydındır doktor. Uşaqlarda gecikmiş belə deyək, diaqnostika nə zaman üçün məsələn həkimlər tərəfindən nə zaman üçün düşünülür? Əgər uşaq 6 ay qədər hər hansı bir ultrasəsdən, xüsusən 5 ay qədər keçmirsə, artıq burada gecikmədən deyə bilərik. Əgər keçib tutaq ki, ultrasəs müayinəsindən diaqnoz təsdiqlənib, müalicə almayıbsa, o yenə gecikmiş müalicə sayılır. Əslində, bütün xəstəliklərdə olduğu kimi erkən vaxtda diaqnostika daha belə deyim, ucuz, daha əl çatan metodlarla olur və müalicə də daha qısa müddətə və effektiv və ən az fəsadsız şəkildə müalicə edə bilir. Amma gecikəndə artıq müalicə müddəti artır və fəsadların rast gəlmə tezliyi də artır. İstəyirsiniz digər bir şəklə keçək? Digər şəkilə keçək, zəhmət olmasa. Burada. Bu şəkil artıq bizə müalicəni izah edir. Biz diaqnozu qoyduq, necə müalicə edəcəyik? Bu da çox vacib bir deməli görüntüdür. Əgər uşağın yaşı 6 ay qədərdirsə, 2 aylığında diaqnoz qoyulub, 3-4 fərqi yoxdur. O uşaq diaqnoz qoyulduğundan 6 ay tamamlanana qədər xüsusi bir bandaj istifadə edir. Buna bir ortez deyə bilərik. Bu gördüyümüz kimi uşağın ayaqlarını, diz və but çanaq oynağını bükülü vəziyyətdə, fleksiya vəziyyətində tutur. Bir miqdar abduksiyada, yəni bədəndən aralı vəziyyətdə tutur və bu vəziyyətdə oynağın biz reduksiyasını əldə edirik. Uşaq 6 ay qədər bu ortezdə, bunun adı Pavlik bandajı deyirlər. Azərbaycanda da bütün ortez deməli satılan müəssisələrdə bu çox asan tapılır. 6 ay qədər bu müalicə ilə biz oynağı yerinə tuzdura bilirik. Yəni 6 ay qədər gördüyümüz kimi həm diaqnoz asan başa gəlir, çox bahalı bir metoda, hər hansı bir invaziv metoda ehtiyac yoxdur və müalicədə də çox bahalı olmayan bir ortezlə müalicəni tamamlaya bilirik. Bəs bu şəkildə olan ortezlər belə deyək, uşağın özünə bir çətinlik yaradırmı? Əsas da valideynlər maraqlanır belə şeylərlə. Biz nəzərə alsaq ki, uşaq yeni doğulub, körpədir, valideynlər, ailə üzvləri o uşağı tutaq ki, bu uşağın gigiyenik baxımı olur, tez-tez, həm o uşağı belə deyim, sevmək istəyir, qucaqlamaq istəyir. Uşağı rahat qucağına ala bilmirlər, elə düşünürlər. Amma bu parçadan ibarətdir, elə bir sərt bir material deyil, sadəcə uşağın bir həftə buna bir adaptasiya prosesi olur, bir miqdar çox ağlaya bilər, istəməyə bilər. Amma sonra artıq uşaq buna rahatlıqca adaptasiya olur. Çünki bu uşağa zərər verən bir vasitə deyil. Hətta belə deyək, bir də əlavə olaraq sual verək doktor, ağrı və s. bu kimi şikayətləri və s. olur mu? Adətən uşaqlarda ağrıya qətiyyən səbəb olmur. Çünki bu uşaqlar çox körpə uşaqlardır, kiçik yaş qrupudur, yeni doğulmuş dönəmdədir. Bu uşaqlarda ağrı olmur qətiyyən, ağrı olsa da bunlar biruzə verə bilmirlər, əslində ağrı olmur və əsas burada klinik əlamət qısalıq, hərəkət məhdudluğu və deməli qasığın önündə və arxasında olan büküşlərin asimetriyasıdır. Bunu da diqqətli bir valideyn əlbəttə ki, gözdən qaçırtmaz. Valideyn və hər hansı bir pediatr bunu heç vaxt gözdən qaçırmır əslində. Aydındır doktor. Doktor, istərdim biraz da bu şəkil, bu rentgen şəkli üzərindən danışaq. Bizim ekranda gördüyümüz rentgende sağ tərəfdə, bizdən sağ tərəfdə tam formalaşmış bu sümüyün başını görürük və bu sümüyün başını gördüyümüz kimi tam olaraq oynaq çuxurunda, yəni sirkə kəsəsində tam yerləşib. Amma sağ tərəfdə qırmızı ilə bizim işarə edədiyimiz bu çanaq oynağında çıxıq var, bariz görünür. Bu sümüyün başı sağdakı qədər formalaşmayıb, çünki baş yerində olmayanda başı qidalandıran damarlar da uzanır. Artıq o qidalanma da zəifləyir və başın ölçüsü ciddi dərəcədə fərqlənir. Artıq bu uşaq təxminən 1 yaşında olan bir uşaqdır, gecikmiş diaqnoz qoyulan uşaqdır. Əgər xəstənin yaşı 1 yaşına qədərdirsə, biz artıq 6 ay qədər olan uşaqlarda istifadə edədiyimiz bandajla effekt ala bilmirik. Çünki bandajın artıq uşağın əzələsində gücü çatmır uşağı yerinə otursun. Böyük uşaqdırsa, belə bir rentgen varsa, 1 yaşına qədərdirsə, bəzən yaşlarına qədər biz digər metoda keçirik, müalicə metoduna, zəhmət olmasa göstərək. Əgər uşağın yaşı 6 aydan böyükdürsə və bu çanaq oynağının çıxığını biz artıq rentgende təsdiqləyirik, belə uşaqlarda artıq 6 ay qədər
yəni uşaqlarda istifadə etdiyimiz ortezin gücü çatmır əzələni qüvvəsinə. Belə uşaqlar mütləq əməliyyatxanada ümumi anesteziya verilir. Amma bu ümumi anesteziyadan sonra cərrahi kəsi icra olunmur. Uşağın əzələlərində miyorelaksasiya baş verir, əzələlərdə bir boşalma olur və oynaq yerinə oturur. Oynaq reduksiya olduqdan sonra gördüyümüz kimi cips qoyulur. Bu cips xüsusi cipsdir, pelvipedal cips sayılır bu. Bu təxminən göbəyin bir 5-10 sm üst, yəni başa qədər olan deməli səviyyədən yuxarıdan başlayır və adətən dizə qədər davam edir. Əgər iki tərəfli çıxıq varsa, ayaq deməli aşıq baldır oynağına qədər bu cipsi davam etmək lazımdır. Yox, bir tərəfdə çıxıq varsa, çıxıq olan tərəf tam axıra qədər, tabana qədər olur, amma digər tərəf deməli xəstənin diz oynağına qədər bu cips olmalıdır ki, bütün bədən çanaq sabit bir sanki qutunun içində olsun və hərəkət eləməsin. Və biz bu cipsi tətbiq edəndən sonra anesteziya da artıq yavaş-yavaş uşağı oyandırır və ondan sonra bu cips 3 ay qalır. Görürsünüz, biraz əvvəlki 6 aya qədər olan müalicədə bir bandaj verdik. Bəli. Bu bandaj heç bir anesteziya olmadan, xüsusi bir metod olmadan tətbiq olunur, uşağın hərəkətini müəyyən qədər məhdudlaşdırır. Amma cips biraz daha çətin müalicədir. Uşaq 3 ay cipsdə qalır, uşağın artıq oturması demək olar mümkün olmuyor. Amma cipslə uşağı valideynlər qucağına ala bilirlər, uşağın gigiyenik baxımını icra edə bilirlər. Biz cipsdə xüsusi dərişlər açırıq və uşağı bir miqdar başını qaldırıb qidalandıra bilirlər. Bəzən daha gec yaşda müraciət edirlər xəstələr. Artıq bu rentgende görürük ki, biz ağ rəngdə parıldayan metal implantları görürük. Əgər uşağın yaşı böyük yaş qrupudursa, yəni biz burada nəzərdə tuturuq 1 yaşlarından sonra. Adətən 1 yaşlarından sonra uşaqlarda artıq anesteziya altında qapalı reduksiya ilə də biz yerinə otuzdıra bilmirik. Əgər uşağın yaşı 6 aya qədərdirsə, 1 yaşa qədərdirsə, qapalı metodla biz müalicə edə bilirik. Amma 1 yaşdan böyük uşaqlarda çıxıq vəziyyəti uzun müddət davam elədiyi üçün artıq sirkə kasası yumşaq toxumalarla, fibroz toxumalarla dolur və biz qapalı yoldan başı sirkə kasasına otuzdura bilmirik. Biz məcbur qalıb açıq əməliyyat icra edirik. Açıq əməliyyatın bir nümunəsi var burada. Təxminən 2 yaşlarında olan bir uşaqdır. Gördüyümüz kimi həm bud sümüyündə əməliyyat icra eləmişik, həm çanaq sümüyündə əməliyyat icra eləmişik və açıq yolla təxminən bir neçə santimetr kəsi olur. Bud sümüyünün başı, deməli, bud sümüyünə bir deformasiyanı düzəltmək üçün bud sümüyü çanağa yaxınlaşdırılır. Çanaq sümüyü də osteotomi edib, bud sümüyünün başının tam örtülməsi üçün mürəkkəb bir əməliyyat olur. Bu əməliyyatdan sonra yenə uşaq təxminən 6-8 həftə cipsdə qalır. Ondan sonra cipsi çıxarılıb yavaş-yavaş hərəkət başlayır uşaqlara. Bu rentgen şəklində iki tərəfli görürük. Bəli, bu uşaq iki tərəfli bir xəstədir bizim əməliyyat edildiyimiz. Amma bir tərəflilərdə olur. Bəli, bir tərəfli də olur. Və dediyim ki, 1 yaşlarından böyük uşaqlarda artıq biz qapalı metodla heç bir nəticə əldə edə bilmirik. Mütləq açıq əməliyyat metodu ilə həm sümüyə osteotomiya əməliyyatı icra olunmalıdır, həm də yumşaq toxumaya əməliyyat icra olunmalıdır ki, biz nəticə ala bilək. Burada da əslində çox maraqlı bir şəkil var, onu da bu da çox maraqlı bir şəkildir. Ekranın sol tərəfində biz təxminən 50 yaşlarında olan bir xəstənin və bud çanaq oynağında ağrısı olan, hərəkət məhdudluğu olan xəstənin rentgeni görürük. Bud sümüyünün başı oynaq çuxurunda yerləşib, amma oynaqda ciddi daralma var. Yəni bu xəstənin belə deyim, diaqnozu birincil artrozdur. Yəni bu xəstədə yaşla əlaqədar, çəki ilə əlaqədar qığırdaqların degenerativ prosesi nəticəsində demək sol bud çanaq oynağında artroz əmələ gəlib. Amma digər şəkildə görürük ki, bud sümüyünün başı deməli sağdakı şəkildə hər iki bud çanaq oynağı nə qədər hündürdə, yuxarıda yerləşib. Biz bud sümüyünün başını gördüyümüz kimi oynaq çuxurunda görməliyik. Artroz var, amma bu artroz yəni heç bir displaziya olmadan çıxıq olmayan bir xəstənin artrozudur. Baş yerindədir, amma oynaq başı zədələnir. Amma digər xəstədə baxın, oynaq çuxuru əslində bu hissədə olmalı idi. Bu xəstənin diaqnozu bud çanaq oynağının andan gəlmə çıxığı olur. Təxminən 35 yaşında bir xəstənin rentgenidir və baş yerində olmadığı üçün artıq o çuxur da belə deyim, dərinliyini itirir. Baş yerində olanda, yəni ki, çıxıq olmadığı halda bu çuxur get-gedə uşaq böyüdükcə formalaşır, amma yerində olmadığı üçün artıq dayazlaşır və funksiyasını itirir. Dikləşir, funksiyasını itirir və bədənimiz, bizim orqanizm adaptasiyaya məruz qalıb, məcbur bud sümüyünün başı get-gedə yuxarı miqrasiya edir və tam fərqli bir yerdə, anormal yerdə, yəni qalça darağında özünə yer tapır. Hansı ki, qalça darağında
bud sümüyü başının yerləşməsi üçün heç bir çuxur yoxdur. Və uzun illər keçsə də bu bud sümüyünün başı bir şəkildə orada özünə yer edə bilmir və görürsünüz, yerində olmayan oynaq başı get-gedə uzunsov olur, deformasiya olur, hamarlığını itirir. Və belə xəstə də artıq çox ciddi hərəkət məhdudluğu, əgər iki tərəfli və tək tərəflidirsə, çox ciddi axsama olur. Yəni bu problem vaxtında əməliyyat olmayanda həm böyük əməliyyatlar, həm sığorta sistemi üçün, yəni belə deyim, səhiyyə sistemi üçün maddi olaraq yük artır. Bu xəstələrin əmək qabiliyyəti azalır. Bunlar hamısı bir ekonomik olaraq, maddi olaraq dövlətə olan yükü artırır səhiyyəyə. Həm də bu xəstələrdə sosial problem olur. Axsama olan xəstə, hərəkət məhdudluğu olan xəstə, xüsusən gənc xanımlar və yaxud gənc oğlanlar iş tapa bilmir. Sosial müddətdən müəyyən mənəvi təsirlərə məruz qalırlar. Ona görə bu xəstəlik vaxtında müalicə olunmasa, dediyimiz hala gəlib çıxarır və ondan sonra artıq biz sadəcə bir əməliyyat qalır, endoprotez əməliyyatı. Və yenə şəkilləri müqayisə edirik. Gördüyümüz kimi, oynağı yerində olan, çıxığı olmayan xəstələrin endoprotez əməliyyatı daha qısa müddətdə başa gəlir və biz bud sümüyünə hər hansı bir osteotomiya qısaltma eləmədən, yəni zədələnmiş oynaq çuxurunu və başı endoprotezlə əvəz edirik. Amma digər şəkildə biraz əvvəl göstərdiyim iki tərəfli çıxıq olan xəstə, baxın, sol tərəfdə bud sümüyünün başı nə qədər hündürdədir, biz sağ tərəfdəki bud sümüyünün başını aşağı gətirmək təxminən 4 saatlıq bir əməliyyat olur və bu əməliyyatdan sonra biz yerində olmayan baş üçün yeni çuxur əmələ gətiririk və sümüyə qısaltma icra olunur. Bu xəstələr də gec dönəmdə müəyyən müalicə ilə nəticə almaq olur, amma heç bir çıxığı olmayan xəstəyə icra edilən endoprotezin, bu xəstələrin endoprotezinin mürəkkəbliyi də artıq fərqli olur. Daha çox müddət tələb edir, qanama miqdarı artır və xüsusi protezlər istifadə olunur, hansı ki, primer protezlərdən daha bahadır. Yəni, adi bir ortezdən gəldiyimiz nəticə zamanın verdiyi budur. Nə qədər, bəlkə yüzlərlə, minlərlə dəfə baha olan bir protez əməliyyatına gəlib çıxırır. Baha və ağır əməliyyatlardır. Baha və ağır və xəstəni uzun müddət reabilitasiya tələb edən və işindən, əmək fəaliyyətindən xəstəni ayıran bir əməliyyata məruz qalır xəstə. Təşəkkür edirəm doktor bu məlumatlara görə, həm bu şəkildə vizualizasiyaya görə ayrıca. Bizim bugünkü qonağımız Elçin Orucov, uzman ortoped travmatoloq idi və həm Azərbaycan Tibb Universitetinin Travmatologiya Ortopediya kafedrasının müəllimi vəzifəsində çalışır, həm də Ege Hospitalda onun qəbuluna yazıla bilərsiniz. Əziz tamaşaçılar, bir verilişin daha sonuna gəldik. Səhhətimiz verilişinə tək ARB TV ekranlarına yox, həm də sosial media hesablarından baxa bilərsiniz. Həm də suallarınızı məhz şərhlər bölməsində qeyd edə bilərsiniz ki, biz də burada doktorlarımızla birgə o suallara cavab tapa bilək. Səhhətimiz sağlam gələcəyin təminatıdır. Gələn görüşlərədək. İllərlə Türkiyədə çalışmış və təhsil almış uzman cərrah, mama ginekoloq Aynurə Nəcəfəliyeva artıq Bakıda fəaliyyət göstərir. Hər evdən körpə səsi gəlsin deyərək sonsuzluğun təkrarlanan inkişafdan qalmaları və müalicəsini aparır. Başqa ölkədə qazandığı təcrübəsi ilə ən çətin sayılan sonsuzluqları öz üzərinə götürərək bir çox ailəyə sevinc gətirib. Aynurə xanım qiymət baxımından da sizləri düşünərək dərman daxil 2800 manat endirim kampaniyası ilə davam etdirir. Ginekoloq eyni zamanda riskli hamiləliklərin təqibi, təbii doğuş, qeysəriyyə və bütün ginekoloji əməliyyatlar, sallanma və sidik qaçırma, vaginoplastika, miyoma, polip, kista, polikstoz və başqa əməliyyatları da həyata keçirir. Aynurə xanımın peşəkarlıq fərqi əməliyyatları qapalı, vaginal, laparoskopik olaraq icra etməsidir. Ünvan Bakı Ege Hospital. Əlaqə nömrəsi 050 970 97 49.